Salam uşaqlar. Salam. Əyləşin. Uşaqlar, bu günləri sizinlə 2025-2026-cı tədris ili ərzində coğrafiyadan bütün öyrəndiklərimizi yekun günü olaraq qeyd edirik. Yəni, yekun olaraq yarış nəticəsində biz sizinlə bugün coğrafiya liderini müəyyən eləmiş olacağıq. 3 mərhələli yarışımızda sona kimlər qalmış olsa, onlara coğrafiya lideri sertifikatı təsdiq olunacaqdır. Yaxşı hazırlaşanlar qazansın. Sıra yarışı ilə başlayırıq, sonda qatar yarışı ilə davam edəcəyik. Azgın tek zavodu nə istəsən, günəş panelləri. Doğrudur. Elektrik daşıdığı boru kəmərləri hansı vardır? Bakı, Tbilisi, Qars. Yox, o dəmir yoldur. Boru kəmərləri, 3 dənə boru kəməri var idi. Bakı, Türkmenişin. Yox, o da gəmi bərədir. Bilmədim. Bakı, Sparta. Yox, Bakı, var. Susa, Bakı, Tbilisi deyirəm, bir də Bakı, Novarası. Novarası, doğrudur. Əyləş. Xankəndi və Şuşa şəhərləri hansı iqtisadi rayonda yerləşir? Qarabağ iqtisadi. Neft hansı məhsullar istehsal olunur? Neftdən hansı məhsullar alınır? Əvəzi şüşələr məhsul yazılmışdır dərsliğinizdə. De görünür. Benzin, texniki yağlar, kerosин və s. Doğrudur. Abşeron hansı iqtisadi rayonun inkişafına görə hansı rayondan geri qalır? Bakı iqtisadi rayon. Doğrudur. Maqla universitetindən çıxdıqdan sonra nəyə çevrilir? Lava. Doğrudur. İkinci sırayla devam edirik. Kanqanın hüdudu neçə metrdir? 6960 metr. 6960 düzdür. Singapurun hansı limanı dünya ilk 10-luğuna girir? Chiapas. Yox, Yox, sakit, yerdən danışırıq. Ay da bilirəm. Deyil. İlk 10-luğuna. Nə bilirəm? Sandım. Hayda. uzunluğa yayılan dalgalar hansılardır? P dalgaları. Düzdür. Azərbaycan sahəsinin neçə kvadrat kilometrdir? 86,6. Düzdür. İnfadır. Barabara sesi harda fəaliyyət göstərir? Yablaqda. Düzdür. Elinə gələn dalgalar hansılardır? S dalgaları. Doğrudur. Üçüncü sırayla devam edirik. Nara rayonunun hündürlüyü nə qədərdir? 1894. Azərbaycan enerjisinin 60% harda istehsal olunur? Mingəçevirdə. Doğrudur. Quru sahəsi təqribən neçə milyon kilometr ibarətdir? 149 milyon. Ay, doğrudur. Sumqayıt şəhəri hansı iqtisadi rayondadır? Mingəçevir. Yox. Gəncə. Mən deyim. Buyurun. Abşeronumuz var. Akkumulasiya nədir? Sükun olmaz. Şamaxı zəlzələsi nə zaman və neçə əhval gücündə yaranır? 1902-ci ildə 6,9. İkinci mərhələdəyik artıq. Azərbaycanda şəhid dağlar hərədən çox yayılıb. Azərbaycanda yoxsa Afrikada? Afrikada. Şəhid dağlar harada daha çox yayılıbdır? Yerdən danışmırıq. Afrikada şəhid dağlar harada daha çox yayılıbdır? Bilmirəm. Buyurun. Çat yolu ətrafında. Bay bay. Böyük yerlərdə və çatırlar. Antarktidanın hündür nöqtəsi neçə metrdir? Vinson masivi 4892. Dağın əsas elementləri hansılardır? Və yamaq
3. Doğrudur. Fiyorlar nəyə deyilir? Ensi körfəzlər. Düzdür, Daryensiz körfəzlər. Doğru. Denudasiya hündürlüyünə görə hansı düzəlişlər uyğun gəlir? Ovalıq, yaylıq. Denudasiyaya olur. Deyir ki, denudasiyaya görə, hündürlüyünə görə hansı düzənliklər aid edilir? Hansı düzəlliklərə? Hündürlüyünə görə hansı düzənliklər denudasiyon hesabı olur? Yaylı plato, bir də yüksəklik. Düzənliklər hündürlüyünə görə neçə yerə bölünür və hansılardır 3 yerə bölünür? Yayla, ovalıq, yüksəklik. Afrika qitəsinin sahəsi neçə milyon kvadrat kilometrdir? 30,3. Qitə nəyə verilir? Mən bilirəm, qurunun iri massivlərinə. Düzdür. Vulkanlar neçə qrupa bölünür və hansılardır? 3 qrupa: yatmış, sönmüş, aktiv vulkan. Doğrudur. Atmosfer havaları hansı qatın üzərində hərəkət edir? Atmosfer. Doğrudur. Eroziya nədir? Suların su və küləyin təsirini yonulub havalanması. Bəli, parçalanması anlamında. Hazırda ölkəmizdə əhali sayı nə qədərdir? 10 milyondan. Düzdür. Yer qabığında hansı qatlar var? Okean oxudur. Yer qabığında hansı qatlar var? Yer qabığında hansı? Granit, bazalt. Granit, bazalt. Çökmə, yaxşı. Üçündən ikisini dediyinə görə qəbul edirəm. İşçi qüvvəsi nəyə deyilir? Fiziki və zehni qüvvəyə malik olan şəxslər. Düzdür. Mağlanın hündürlüyü nə qədərdir? 4807 metr. Nisbi mövqe nədir? Nisbi mövqe obyektlərin digər obyektlərə nəzərən necə yerləşməsidir? Olar. Doğrudur. Yeddi quru sahəyə ayrılır və hansılardır? 7 quru sahəyə ayrılır. Cənubi Amerika, Şimali Amerika, Afrika, Asiya, Avropa, Avstraliya, Antarktika. Doğrudur. Cıdır quzu harada yerləşir? Şuşada. Doğrudur. Yaponiyanın ən böyük dəniz limanı hansıdır? Doğrudur. Ölkəmizin relyefi hansı dağların toqquşması nəticəsində əmələ gəlir? Abrasiya, Abrasiya, Ərəbistan. Doğrudur. Bir sıra dağlar birləşərək nə yaradır? Mən baxsın ki. Dağlar hündürlüyünə görə neçə qrupa bölünür və hansılardır? 3 yerə bölünürlər. Alçaq dağlar, orta dağlar, hündür dağlar. Doğrudur. Atmosferin qalınlığı neçə kilometrdir? 9250. Doğrudur. Mütləq hündürlük nədir? Mən dəniz səviyyəsindən qəbul edilmiş hündürlük. Doğrudur. Qumya səviyə hündürlüyünə görə hansı düzənliklər uyğun gəlir? Ovalılar. Laçı əsərisi nə zaman və neçə bal cüzündə olub? 2000-ci 6,4. Pik nədir? Cavan dağların ucuş olması. Doğrudur. 3 sıra yarışından sonra birinci mərhələmizdə qalan şagirdlər bunlardır. Sual qatarı formasında davam edirik və bu sual qatarı da 2 dəfə tamamlanandan sonra yerdə qalanlarla final yarışında davam edəcək. Platin vulkanların ətrafında nələr yerləşir və qaz yataqları? Doğrudur. Zəlzələ neçə ballı şkalaya ölçülür? 12 ballı şkala. Doğrudur. Düzənliklərin xarici proseslərinə nələr aiddir? Xarici proseslərə nələr daxil edir?
Xarici prosesin aşınma, sonra Nuray gəl bizə də gör. Akkumulasiya, denudasiya, aşınma, eroziya, bir de vulkanizm. Azərbaycan dəmir yolu hansıdır? Bakı, Qars. Doğrudur. Kənd təsərrüfatı üçün əsas amilləri torpaq, su, bir də iqlim. Asfalt yönü nə qədərdir? -55. Zəfər səhbəsi harda yerləşir? Hündürlüyü neçə metrdir? Qusarda yerləşir. 3901. 4 metr. Harada yerləşir? Sabin ərazisindən. Tamam. Süni peyklər nədir? Yer səthinin silindir. Buyur. Antarktikanın sahəsi neçə milyon kilometr kvadratlıdır? 15. Yox, mən nə? 85. Sırp bilgisi harada yerləşir? Harada iqamətinin içəridir. Doğrudur. Hansı ölkə? İslandiya. Doğrudur. Antarktikanın ən alçaq ərazisi nədir? Müntəqimləşdiyi. Doğrudur. Gökhan Hadisar'da yerləşir. Abişin Kılıfmış. Doğrudur. Yaşıl jurnallar neçə yerə bölünür və hansılardır? 2 yerə cavanlar. Gəl. Nov nədir? Dərin. Dərin ensiz şöbhəsi. Yox, şöbhəsi deyil. Çay dərəsi. Nov harda olur? Nə? Nov harda olur? Nov dərin ensiz çay dərəsi deyil. Nov. Mən buraya gəldim. Havaların toqquşması nəticəsində okeanlar Bəli, dərin. San Francisco hansı ölkədə yerləşir? Amerika Birləşmiş Ştatları. Yerdən bölüşməsinin qurşaqlar hansılardır? Halkı Malay, Birləşir Oda halkı saçılır. Doğrudur. Abisal qırılışlar nə qədər dəyişlərə əməl edir? Amstal düzənində nə qədər dərinliyə əhatə edir? Zeynəb gəl. 3006. Singapurun paytaxtı nədir? Reykjavik. Singapurun özü. Doğrudur. Singapurun cəmi limanı hansı ölkələr arasında üzən cəmilərə xidmət göstərər? Sərç ölkə, bir də Hind ölkə. Doğrudur. Eksogen relyef nə deyilir? Eksogen proseslər nəticəsində yanan relyef formalarını. Doğrudur. Elmançılar antropoloji neçə metrdir? 5895. Doğrudur. Arktik okeanının sahəsinin çəkimi 4 kilometr kvadratdır. Arktik okean sahəsi. Nəsildir? 15 milyon kilometr. Mən neçə yerə bölünür hansılardır? 2 yerə daxil və xarici. Litosfer nədir? 25 kilometr. Mingəçevir sonunlarının əhəmiyyəti nədir? Mingəçevir sonunları sayəsində Kürçəndəki daşqından qarşısı alındı, balıqçılıq təsərrüfatı və turizm inkişaf etdi. Sonra su idmanı üzrə yarışlar keçirildi. Doğrudur. Kifayət. Suyun daxilində hansılardır və yaranın əsnafması? Doğrudur. Ölkəmiz Rusiya ilə nə qədər məsafədə yerləşir? 391 metr. Kilometr. Aktiv vulkanlar hansı vulkanlardır? Hal-hazırda püskürən vulkanlar. Doğrudur. Azad iqtisadi zona hansı qəsəbədə yerləşir? Ələt qəsəbəsi. Doğrudur. İslandiyanın paytaxtı hansıdır? Reykjavik. Doğrudur. Daxili nüvə nəyə görə bəşiş haldadır? Mən çünki sıxılığı çoxdur. Doğrudur. İslandiya'nın nakil bezəlerindən hansıdır? Stok.
daxilində neçə əsas təbəqə var? 3 əsas təbəqə var. Mantia, nüvə və yekun. Doğru. Göyçöldə birlikdə hansı göllər yaranır? Ağgöl, Qaragöl, Zərgöl, Şamlıgöl, Maralgöl. Doğru. Hər bir ölkə üçün ən vacib kənd təsərrüfatı sahələri hansılardır? Taxılçılıq və heyvandarlıq. Doğru. Müəllifəvi neftan şəhərləri Naftalın. Eserin qüvvənə illikli xarici proseslər. Hayır, uşaqlar. Burada yekunlaşdırırıq. Birinci qrupumuzdan qalan şagirdlər final mərhələsinə keçmiş olur.